Herkese salam. Bugün də sizi belə salamlayırıq dənizlə. Deməli biz çıxmışıq evdən. Səhərdir, dedik hava çox istiləşməmiş çıxaq. Bu yaxınlarda rayona getmək planlaşdırırıq, Qəbəliyə inşallah da bilirsiniz. Rayona getmək üçün bəzi əskiklərimiz var uşaqların. İstəyirəm onlara baxmaq. Bilmirəm bugün ala bilərəm, bilmirəm. Qismət nə olar? Çıxdı. Saat erkəndir. Harca ona işləyib də 9 falan. Ona 3 dəqiqə işləyib. Amma 9:51 daha. yox, sənki arxadan. Necə deyim? Hara çəkirsən? Yolu nə qəşəng çiçəkləyib, ölürəm də belə şeylər üçün. Görək nə tapacağıq. Bəlkə çıxmışıq, biraz baxaq görək nələr ala bilirik, yoxsa ala bilmirik. Görək də hara gedirik. Nəmsə dirək də istəyirik. Yoxsa öz ətrafımız, mağazalar. Gedib indi baxaq. Nə bilim, Podium Parka baxmaq istəyirəm. Görək də qismət. Şüsədərəyə gəzirik, görək nə tapırıq. Biraz şeylər almışıq, düzdür. İndi də gəzirik, görək nələr ala bilirik. O qədər istidir, çox dəhşət istidir. Böyle düz qabağa gedək onda. Belə. Buna var bir dənə. Yaxşıdır. Ondan güzel. Gel belə. Gəlmiş. Ne istiyorsan? Gidelim ama. Ayaklarım ağrıyor. Bu da istiyorsun. Yok, değil. Ölür istidə. İnanırsınız, gəldiyimə peşman oldum. Çox istedim. Düz də indi bir şeylər aldım. Amma gəldiyimə peşman da oldum. Vallahi. Gedə indi. Bir iki şey qaldı. Onları alım. Çıxıram xırdanda da gedəcəm. Ölürəm. Çox istidir. Nə qədər su içmişik, xeyri yoxdur. İnanırsınız, su problemindən bezmişəm də. Demək olar ki, xırdalana neçə gündür su gəlmir. Necə gəlmir? Səhər saatlarında olur, bir də axşam saatlarında. Qalan vaxtlarda su olmur. Bu da mən təngə gəlmişəm də bu şeydən. İnanırsınız. Mamam da meyvə alıb burada uşaqlar üçün. Uşaqlar meyvə istəyir və mən meyvəni bol suda, bol nə bilim də meyvə tərəvəzi çox yuyanam. İndi belə çalışacağım ki, belə yuyum da, neyiniyim? Çünki saat 8-də su gələcək, hələ saat çox erkəndir. Ona görə. Deməli, hansı meyvələrdən alıb baxaq. Bu şeydir, cavalı. Elə bunu boşaldım, ilk bundan başlayayım. Yamağa. Paketler saxlayırıq. Atarıq yəqin ki, içini. Biri burada firar etdi. Belə qəşəng yavalı alıb. Baxın. Bunlardan kompot falan hər şey hazırlayacağım. Prosta burada çox həvəsim yoxdur, amma çalışacağım ki, hazırlayayım. Həvəsə gəlim. Bunları götürüm. Bura həddən artıq qırmızıdır, meyvələr də qırmızıdır. Onun görə yaxşı düşmür. Bir əl belə yuyum. Sonra bir əldə üstündən su gəzdirərəm. Yaxşıdır. O qədər də yumuşaq oxşuyur. Yumuşaq olanda şirin olur.
Bilmirəm, inansız kloklarda nə var? Bura qoymuşam. Amma burada nə var? Bu ərik. Böyük ərik. Bu da belə əriyimiz. Görək başqa nə var? Victoria çiyələk. Baxın, nə gözəl çiyələk. Bu nədir? Bunu da göstərim. Bu da tüksüz şaftalı. Özü də enli. Mən bu enliləri çox sevirəm. Bunlar da tüküm yuyum. Meyvələri yudum gətirdim. Bəlkə bir neçə su gətirmişəm yumaq üçün. Çünki ya meyvə də tozlu olan bir şeydir, ağacda da tozlu olur. Sonra satışa qoyulanda da tozlu olur. Çox yuyulmalıdır. 4-5 gündür ki, Xırdalanda su saatlarlandır da. Yəni bu da mənim də ən sevdiyim şey sudur. Bu da məni əsəbləşdirir. Belə əriyimizi gavalını alta yığdım. Burada da tüksüz şaftalı idi. Bunların üçünü bir yığmışam. Belə burada da çiyələyimizi qəşəng yudum, suda saxladım. Nədir o? Suda saxladım. Daha sonra yudum, yaxalayıb yəni götürdüm. Meyvə çoxdur. Əslində istəyirəm bir 4 dənə aroma eləyim. Pesokum da var. Hazır elə əlimdə də 4 dənə aromam var. İndi bilmirəm, bəlkə eləyərəm, bəlkə eləmərəm, uşaqlar yesin. Nə bilim, baxaram da görüm necə alınır. Belə. İndi meyvə yesinlər, verim, biraz yesinlər, sonra görüm neyinirik. Deməli, çox qısa aldıqlarımızı göstərim. Artıq gecdir, heç cürə vaxtım yoxdur, uşaqlar falan çinməlidir. Ona görə tez qısa göstərim. Belə bir sabo almışıq özümüzə. Ayaqda çox qəşəng görsənir, burada belə o qədər də yaxşı görsənmir. Deməli, fidanla mən qara rəngini götürmüşəm. Dənizdə krem rəngin. Sonra Dəniz özünə belə qara kofta seçib, belə əynində göstərirəm, gen formada. Daha sonra bu Aylişkanındır, baxın. Görün nə qəşəngdir, bunu Aylişka üçün almışam. Əynində indi görərsiniz, belə o qədər də yaxşı düşmür. Özdə artıq axşamda çəkilik qəşəng deyil. Bu Fidaşkanındır. Ondan sonra bunu da mən almışam yoldaşıma. Baxın, nə gözəldir, zövqüm necədir. Mən həmişə belə şeylər sevirəm. Bunu almışam. Daha sonra burada, bunu da mən yoldaşıma almışam. Bu deməli saruçkadır. Kətan saruçka. Yəni kətan köynək. Nə bilim, nə deyirlər buna, hətta köynək də saruçka, nə bilim, köynək, belə bir şey. Daha sonra bunu özümə almışam. Bu dəstə özümə aldım. Deməli, bunu 50 manata deyirdi, 45 manata aldım. Belə şalvar ilə bir yerdə. Nazik deyil də, yəni qalın modeldir. Materialdır. Daha doğrusu yorulmuşam, bilmirəm nə danışıram. Daha sonra burada belə bir kropu var. Koftanın Dəniz yenə qara bir köynək də seçdi özünə. Belə baxın. Bu krop onundur da, yəni ayrı almamışıq, bu belə dəstir. Belə içərisində yazısı var, indi göstərirəm. Geyinəndə daha yaxşı əynində görsənəcək. Daha sonra belə Aylin geyinib özününkin. Belə 4 dənə corab almışdım. Ondan sonra bunu Aylinə evdə geyinməyə almışam. Belə evdə geyinməyə. Bu da Aylinin cins şortiki. Bunu da 15'e deyirdi, 12 manata aldıq. Belə. Şu aldıqlarım bunlar. Bugünlük də bu qədər olsun. Sağ olun, görüşənədək. Xalalar, Ayliş geyindi. Çox şükür ki aldıqlarım, bu yana gəl, aldıqlarım tam oturub əyninə. Baxın, bu şortiki. Corabı da, coraba kimi geyinib. Bu da koftası.
Buna baxın. Deyir ki, ay mama, mən Lalə Əzərtaş olmuşam. Mən Lalə Əzərtaşı digər evdə olanda dəhşət çox izləyirdim də. Hə, oradan o həmişə Lalə xanım belə geyinirdi. Paltarlar. Deyir, mama, mənə bax, mən Lalə Əzərtaş olmuşam. Hə, çox bəyənərək aldım şortikini də, koftasını da. Qızım da bəyəndi ananın zövqünü. Hə, aşkım. O tərəfin işığı sönüdür. Burada bizdə 2 işıq var. O birisi otaq sönüdür, ona görə. Bir dənə də qəfəyə şort alıb. Hə, tamam, göstərmişəm aşkım. Aylin geymişdi, dedim əynində də sizə çəkim. Ay, bu da günün sonu olsun.